Para aparsan. Vətəndaşı piyada 8'de satırsansa, bu sənin deyil. Bu sənin deyil. Orada aparma, xahiş edirsən. Belə çeyin. Xahiş edirəm, özün apar. Özün belə qoy, özün apar. Özün apar. Zəhmət olsa özün apar. Apar qaldır qoy. Kömək edin ona. Rafaayla xahiş edir, kömək edin. Bəli, bu videonu izlədiniz və bu videonu izləyəndə qıcıq yaranır insanda. Baxırıq ki, Sumqayıtda reyd keçirilir küçə ticarətinə qarşı. Küçə ticarəti qaydalara ziddir, cəriməsi, cəzası var. Bunların hamısını bilirik, məlumatlıyıq. Bizə qıcıq verən reyd deyil, icra hakimiyyəti əməkdaşının yersiz ritorikasıdır vətəndaşa qarşı. Məhsulu hara aparırsan, vətəndaşın piyada səkisində satırsansa, bu sənin deyil. Ora aparma, maşına qoy deyir. Bəs vətəndaşın əlindən alınan məhsul maşına yüklənib hara aparılır? Sumqayıt şəhər icra hakimiyyətindən bu görüntülərlə bağlı açıqlama gəlib. Bildirilib ki, həyata keçirilən reyd tədbiri zamanı vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə edilib. Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətini təmin edilməsidir. Reyd zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub deyə bir açıqlama gəlib. Burada sual doğru, ümumiyyətlə icra hakimiyyəti əməkdaşının küçədə satılan nəyisə müsadirə eləmək hüququ varmı? Necə olur ki, məhkəmə qərarı olmadan məhsul müsadirə edilir? Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və yaxud da inzibati xətanın bilavasitə obyekt olmuş predmetin müsadirəsi yalnız və yalnız hakim tərəfindən tətbiq edilə bilər, müsadirə edilə bilər. Nəzərə almaq lazımdır ki, əgər küçə ticarəti varsa, küçə ticarətində meyvələrin dükanın içinə yığılması lazımdır, dükanın qarşısına qoyulması qanunsuz hesab edilirsə, bunun müsadirə olunması ilə bağlı zərurət varsa da belə, bunu ancaq və ancaq hakim verə bilər. Hər hansı bir yerli icra hakimiyyətinin əməkdaşı və yaxud da digər dövlət qurumlarının əməkdaşını bunu müsadirə etmək, götürmək, aparmaq olmaz, qanunla qadağandır. Həmin şəxsin əməlində özündə inzibati və yaxud da cinayət məsuliyyətinin olub-olmaması ilə bağlı vətəndaş müraciət etməlidir və yaxud da prokurorluq tərəfindən onun barəsində araşdırma aparılması məqsədə müvafiqdir. Mövzu ilə bağlı hüquqşünas Cavanşir Qasımzadə də Baku Postaza açıqlama verib və bildirib ki, videoda vəzifəli şəxs və dövlət məmurunun etdiyi hərəkət həm prezidentimizin tapşırıqlarına, həm də qanunvericiliyə ziddir.